Bəzi vaxtlar bir vəzifəni bir nəfərə verirsən, onun dili olsa deyər, mən ona tapşırmam, o mənə layiq deyil. Bu risalət dili olsa deyər ki, biz layiqli, bizi ünvanına tapşırmısan. Mə'din-i risalə, yəni bu. Bizi ünvanına tapşırmısan. Baxın, hədisdə var, hikmətli sözü, naəhlə desin, əhli olmayana desin, hikmətə zülm eləmisən. Hikməti əhlinə deməsin, əhlinə zülm eləmisən. Bu risalət bu şəxsiyyətlərə yaraşır və bu risaləti bu şəxsiyyətlər sonlandıra bilər. Mə'din-i risalə budur. Mə'din-i risalə budur. Üçüncü sözü budur İmam Hüseynin. Deyir, müxtələful məlaikə. Siz bilirsiniz biz kimiyik? Biz o kəslərik ki, müxtələf, yəni get-gəl edir. Kim? Mələklər. Mələklər hey bizə get-gəl edər. Bizim qəlbimizə nazil olur. Mən bir dənə söz açım. Mələk ki, nazil olur, rəhmət gətirir və bizim əməllərimizi qaldırır ilahi səmaya. Mələk nazil olur hara? Kamil insanın qəlbinə, imamın qəlbinə. İmam mənəvi səma ilə yer arasında bir rabitədir. Deyir, biz müxtələfül məlaikəyi, mələklər bizə nazil olur. Bizim qəlbimiz ələm nəşrah ləkə sadrak o qədər genişdir ki, hey mələklər bizim qəlbimizə nazil olur və buradan qalxır və ucalır. Ona görə ziyarət-i aliyasında İmam Zamanla bağlı bir salam var, deyir, Əssəlamu aleyk ya Babəllah. Ey Allahın qapısı, salam olsun sənə. Yəni imamların qəlbi ev yiyəsidir, mələklər qonaqdır. Heç təəccüb eləmə. Kamil insan mələk ustadıdır. Niyə təəccüb edirsən ki? Quran-ı Kərim özü demir. Əlləmə Adəmə ələsma'a kullaha. Allah öyrətdi bütün adları insana, Adəmə, kamil insana. Sonra mələklərə dedi, fənbihum, ged Adəmdən dərs al. Kamil insandan dərs al. Və dördüncü kəlməsi imamın budur. Məhbitur rəhmə. Allahın rəhməti bizdə məskunlaşır. Bizdən aləmə yayılır. Məhbitur rəhməyi biz. Aləmə nazil olan rəhmət bizim qəlbimizə süzülür. Və bizim qəlbimizdən bütün aləmə yayılır. Gör, kimdir imam? Yəni, biz ilahi rəhmət çeşməsiyik. Allahın rəhməti bizdə təcəlli eləyib. Yəni, biz qaynayan bir bulağıq. Ona görə bizim sizdən gözləntimiz yoxdur ki, biz rəhmət çeşməsiyik. İlahi rəhmət çeşməsi. Ona görə qapıların döyəndə kimsə nə istəyəndə verəndən sonra nə deyirdilər? La nuridu minkum cəzaən və la şükurət. Nə təşəkkür istəyirik, nə mükafat. Çünki biz bir bulağıq. Bulağın, qaynayan bulağın, o axan bulağın bir stəkan suya nə ehtiyacı var ki? O istəkandakı suyun bulağa ehtiyacı var. Hərəkətə gəlmək istəyirsə, bulağa süzülsə, bulağa tökülsə, hərəkət eləyər və cəmiyyətə faydalı olar. Bulağın o bir stəkan suya ehtiyacı yoxdur. İstəkandakı suyun bulağa ehtiyacı var. Ona görə məsumlar nə deyir? La nuridu minkum cəzaən və la şükura. Heç nə istəmirik sizdən. İnnəma nut'imukum li vəchillah. Biz Allahın vəchini istəyirik. Vəch ərəb dilində üzə deyirlər. Bir nəfəri tanımaq üçün üzünə baxırlar. Allahın vəchi, yəni ilahi mərifət. Biz ilahi mərifət istəyirik. Biz günbəgün Allahı tanımaq istəyirik. Çünki çox tanısan, çox aşiq olarsan. Rəhmət çeşməsidir bunlar. Deyir, biz rəhmət çeşməsiyik. Rəhmət bulağı, doğrudan rəhmət çeşməsidirlər. Nə qədər mərhəmətlidir bu insanlar. Baxın, İmam Sadiq əleyhissalamın vaxtında idi, bir xidmətçi idi, göndərdi. Bir iş dalıcan, getdi, gecikdi. İmam çıxdı, gördü, yatıb bir yerdə. Gəldi, o yatmadı, dayandı kənarında. Başladı neysə yellətməyə. Əlinə bir şey aldı, yellətdi ki, bu isti olmasın ona. Elə ki, oyanandan sonra imam ona baxdı. Dedi, ya filan, ey filan kəs, vallah, and olsun Allaha, gecəni və gündüzü yatmaq haqqın deyil. Ləkəl leyl və lənə minkən nəhar.
Gecə yatmaq sənə aiddir, haqqındır yat. Amma gündüz sən başqa şey üçün ayrılmısan, xidmət elə. Gecəni də yatırsan, gündüzü də. Ləkəl leyl, gecə sənindir. Və minkən nəharu və lənə minkən nəhar. Gündüz ki bizimdir. Xidmət elə də. İmam bu cür nə danışır? Bu cür nə söhbət edir? Ondan sonra buyurur, bina fətəha və bina xətəmə. Allah bizi ilə başlayar, elə bizi ilə də qutaracaq. Bəli, nübüvvətlə başlayıb, zühurla bitəcək bu dünya. Bizi ilə sonlanacaq və bizi ilə bitəcək. İmamı tanımaq istəyirsinizsə, bax, bəzi cümlələri budur, dediyim cümlələr. İnanı tanımağın yollarından biri. Ki, belə tanımaq olar. Ondan sonra dedi, üzün tutdu oradakılara İmam Hüseyin ağa. Dedi, siz nə istəyirsiniz? O şəxsi üçün məndən beyyət istəyirsiniz. Yezid, raculun şaribul xəmr. İslamın başının üstündə o şəxs yanır ki, şaribul xəmrdir, içkini içir. Və qatilun nəfsil muhtərəmə. Günahsız insanları öldürür. Və mu'linun bil fisk. Aşkar günah eləyir. Misli la yubai'u misləh. Mənim kimisi ona beyyət eləməz ki. Mənim kimisi onun kimisinə beyyət eləməz ki. Və lakin nusbih və tusbihun. Tənzur və nənzuru. Nənzur və tunzirun. Siz də gözləyin, biz də gözləyək. Əyyuna əhəqqul xilafə vəl bey'ə. Görək, kimdir layiq xilafətə və beyətə? Bu İmam Hüseyin ağanın bir cümləsi. Mədinə çölündə, Mədinədə. O Mədinənin valisinin evindəki sözləri.